Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, FES Akademinin Azərbaycan dili üzrə mentor müəllimiyəm. Baxırıq bugün sizlərlə dəstək üçün son bizim sınağımızın izahına. Azərbaycan dili üzrə izaha baxırıq. 1. Dünəndən bəri danışmadığım dostum bugün qəfil zəng etdi. Cümləsinin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Bir bütün variantlara baxaq. Dünəndən çıxışlı halda olan zərfdir, bəli. Dünən dən şəkilsini qəbul edib və çıxışlı haldadır. Bəri sadə zaman zərfi deyil. Baxın, çıxışlı haldan sonra işlənən bəri qoşmadır. Cavabımız elə B-dir, bu qoşmadır. Dostum mənsubiyyət şəkilsi qəbul etmiş sadə isimdir. Mənsubiyyəti qəbul edib. Zəng etdi mürəkkəb feildir, şüurdi keçmiş zamandadır, doğrudur. Danışmadığım inkarda olan feildir. Feil sifətdir, bu da elə feil deməkdir. Cavab olur B variantı. Biri quruluşça mürəkkəb deyil. Gəlin görək hansıdır? Biz yola düşdük və uzun müddət dayanmadan getdik. Yola düşən də, uzun müddət dayanmadan gedən də bizik və bu sadə cümlə sayılır. Müəllim mövzunu izah etdi və tələbələr diqqətlə onu dinlədilər. İzah edən müəllimdir, dinləyən tələbədir. Deməli mürəkkəbdir. Gün keçdi və işlər tədricən qaydasına düşdü. Keçən gündür, tədricən qaydasına düşən işdir. Deməli mübtədalar fərqlidir, mürəkkəb cümlədir. Yarış başladı, idmançıları isə bu bütün gücləri ilə mübarizə apardılar. Başlayan yarışda mübarizə aparan idmançılardır. Tədbir başladı və zal qonaqlarla doldu. Başlayan tədbirdir, qonaqlarla dolan zaldır. Cavabımız olur A variantı, çünki sadə cümlədir. Növlərinə görə cümlələri ardıcıllıqla müəyyən edin. Getdik. Nə qədər möhtəşəm bir mənzərədir, nida cümləsidir. Daha sonra buraya yazaq nə? Vaxt keçdikcə insanlar bəzi xatirələrin əsl dəyərini daha yaxşı başa düşürlər. Bura idə yazaq, bilək ki, bu nida cümləsi, yəni nəqli deyil. İkinci nəqlidir. Bu mövzunu bir daha araşdır və səhvlərini düzəlt. Əmr cümləsidir. Sabah bizimlə gələcəksən, sual cümləsidir. Nida, nəqli, əmr, sual cümləsi. Cavabımız olur D variantı. Hansı cümlələrin tərkibində vergül işlənməlidir? Cavabımız olacaq Y variantı. Gəlin baxaq görək niyə. 1. Kitablar masadadır, qələm isə dəftərin içindədir. Burada bir fikir bitkinliyi var, vergül tələb edir. 3. Masanın üstündə alma, banan və portağal var, sadalama var, vergül tələb edir. 4. Səhər tezdən durdum, çay içdim, dərsə hazırlaşdım. Fikir bitkinlikləri olan sadalamalarda vergül qoyulur. Buna görə də hamımız evdə qaldıq, heç bir vergül tələbi yoxdur. Gərək dərsə başlayaq, vergül tələbi yoxdur. Çünki gərək burada ədatdır. İçəri heç kim girmədi, burada da heç bir vergül tələbi yoxdur. Cavabımız olur Y variantı. Hansı mürəkkəb adların yazılışında yanlışlıq var? Nəcəf bəy Vəzirov. Burada baxırsınız ki, heç bir yanlışlıq varmı, yoxmu? Diqqət etmək lazımdır. Bax, ilk baxışdan baxanda deyirsiniz, bütöv adıda burada problem yoxdur. Amma nə demişik? Bəy bu cür ortada verilirsə, bu cür sözlər kiçik bu ilə olmalıdır. Ona görə elə bir yanlışdır. Yəni, bir başdan onsuz da addır, düzgün yazılıb deyib keçməliyik. Mürəkkəb ad daxı hər nüansa diqqət eləməliyik. Uzaq sahillərdə filmi, bəli. Bu doğrudur, çünki film adı belə yazılmalıdır və burada bircə uzaqda U böyüklə olmalıdır. Bu da doğrudur, dırnaq içərisində verilməyi də tam doğrudur. 3 mil düzü doğrudur. Salyan rayonu rayon adı belə dırnaq içində verilməz. Ona görə 4 səhvdir. Sakit okean, bu da düzdür. Çaldıran döyüş adı dırnaqda verilməz. Cavabımız olur C variantı. Həyatın sürprizləri insanı hazırlıqsız tutur. Bu tipli bir cümlə ilə imtahanda da keçən düşmüşdü. Buna bənzər bir şey. Ona görə bu tiplərə diqqət eləmək lazımdır. Cümlənin sintaktik təhlilinə baxmaq lazımdır. Cavabımız olacaq A variantı. Həyatın sürprizləri 3-cü növ təyini söz birləşməsi olaraq mübtəda, insanı, kimi, tamamlıq, necə nəcə nə tərzdə tutur, hazırlıqsız tutur, zərflik, tutur, xəbər. Mübtəda, tamamlıq, zərflik, xəbər. Cavabımız olur A variantı. 7-ci sualımıza baxırıq. Deməli, cavabımız olacaq burada D variantı. Niyə? Aslı tərəfi isim olan söz birləşməsi işlənən cümləni tapırıq. Bir də əsas tərəfi isim olan söz birləşməsi olan cümlələri uyğunlaşdırırıq. Bira gedir D, çünki bahar gələndə birləşməsinin aslı tərəfində bahar ismi var. Y-ni götürürük niyə? Ona görə ki, kənd gözəli festivalda çıxış etdi. Bax, kənd gözəli birləşməsi ikinci növdə, kənd aslı tərəfi isimdir.
2-yə gedir A. Niyə? Çünki şagirdlər dərsdə həmişəki qayda ilə oturdular. Həmişəki qayda, əsas tərəfi qayda ismidir. Baxırıq bir də B-yə. Dünənin işi unudulmuşdu. Ona görə də dərsə gecikmişdi. Dünənin işi əsas tərəfi isimdir. Bir də C, sağlam fikir. Fikir əsas tərəfi isimdir. Birinci növdür. Cavabımız olur 1D, Y, 2A, B, C. Nümunədə hansı köməkçi nüsxələri işlənib? Bu da keçən ilin əsas aktual düşən sual tiplərindəndir. Köməkçi nüsxələrinə qəbulda çox önəm verilmişdi. Ona görə kim əgər burada problem varsa, izahlara, buna aid hissələri kitabdan oxumağa önəm versin. Cavabımız olur D variantı. Niyə? Çünki bəlkə modalı işlənib, sən də razılaşarsan iştirak bağlayıcısı işlənib, amma mən fikrimi dəyişməyəcəyəm. Qarşılaşdırma bağlayıcısı işlənib. Modal və qarşılaşdırma bağlayıcıları, daha doğrusu qarşılaşdırma bağlayıcısı və iştirak bağlayıcısı var. Ona görə də sadəcə modal söz və bağlayıcını seçirik. Cavabımız olur D variantı. Qarışıq məsələ söz birləşməsinin fonetik təhlili ilə bağlı fikirlərdən yanlış olanların sayını müəyyən etməliyik. Qarışıq məsələ. Burada sadəcə Q-X-ya keçən bir fərqli məqam var. Bircə dənə fərqli məqam var. Hər iki tərəf ahəng qanuna tabedir. Bəli. Hər iki tərəfin tərkibində həm cingiltili, həm kar samit işlənmişdir. Gəlin baxaq. Qarışıq məsələ. Məsələn, Q, R, cingiltili, Ş, X, kar, M, L, cingiltili, S, kar. Deməli, hər ikisinin tərəfində həm cingiltili, həm kar samit işlənmişdir. Doğru. Hər iki tərəfin tərkibində cingiltili qarşılığı olmayan kar samitlər işlənmişdir. Bax, cingiltili qarşılığı olmayan kar nədir? Bura yazın bir H samitini. Sizin cümlənizdə baxın, görün. Baxın, görün bu H samiti varmı sizin bu işlədiyiniz sözlərdə? Yoxdur. Deməli, elə bu yanlışdır. Bunu bəzən qarışdırıb kar olmayan cingiltili ilə, eliminer sonlarla qarışdırırsınız, amma bu o deyil. Səs artımı və səs düşmə hadisəsi baş verməmişdir, doğrudur. Hər iki tərəfdə hecaların sayı eyni deyil, yanlışdır. Çünki 3 heca burada var, 3 heca burada var. Eynidir axı. Yalnız birinci tərəfin yazılışı ilə təfsir arasında bir fərqli məqam var, doğrudur. Söz birləşməsinin tərkibində 4 cingiltili, 3 kar samit işlənmişdir. Baxın, Q, R, M, L 4 cingiltili, Ş, X, S 3 kar. Bu da doğrudur. 2-cə dənə yanlış var. Cavabımız olur Y variantı. Keçirik 10-cu suala. Hansı cümlə özündən sonra gələn ismi həmişə cəmdə tələb edən sayla başlayır? Biz də bilirik ki, cavabımız C variantıdır. Bir sıra bir çox özündən sonra həmişə cəmdə tələb eləyir ismi. Çox insan təkdə, doğrudur. Onlarla kitab təkdə dolar, cəmdə dolar. Məhz bu özündən sonra mütləq cəmdə tələb etmir deyə B doğrudur. Yəni daha doğrusu bunları çıxırıq, götürmürük. Yüzlərlə adam ola da bilər, olmaya da bilər. Xeyli özündən sonra cəm tələb etmir. Məhz bizə həmişə cəm tələb edən deyir deyə bir sıra bir çox götürməliyik. Cavab olur C variantı. Fərqləndirilmiş sözlərdən hansının amonimi feil deyil? Baxırıq 11-ə. A variantında satıcı bazarda təzə tut satırdı. Tut meyvəsidir burada və bunun amonim tayı feildir. Tutmaq feili. Deməli, amonim tayı feildir burada. O hər gecə yarının gülüşünü düşünərək yatırdı. Burada sevgili yar mənasındadır. Digər məna tayı yarmaq feilidir. Amonim tayı feil olur bunun. Uşaqlar yay tətilində kəndə getdilər. Yaymaq feilindən amonimdir. Bu da olur. Dənizin dibindən parlaq inci çıxardılar. İncimək feili ilə inci daşı amonimdir və tayı deməli feildir. Cavab D-dır. Çünki o ağır çantanı bir əli ilə qolunda daşıdı. Qol sözü sadəcə hər 3 məna tayı amonimdir, amma hər biri isimdir. Onun feil deyə bir məna tayı yoxdur deyə cavab olur D variantı. Hansı cümlədə iki qrammatik şəkilçinin başlanğıc formaya daxil olduğu söz işlənmişdir? Baxırıq, dünən axşam bibimgil bizə qonaq gəldi və çox xoş bir axşam keçirdik. Burada başlanğıca bir dənə qrammatik daxildir. Çoxlarının arzusu idi ki, bu yarışmada qalib gəlsinlər. Burada belə bir hal yoxdur. Qonşularımızdakı bağçada hər yaz ən gözəl güllər açırdı. Elə cavab C-dir. Qonşularımız 2 qrammatik başlanğıca daxildir. Evlərdəkində bir qrammatik daxildir və başqa da belə bir hal yoxdur. Ona görə cavab olur C variantı. Gəldik çox maraqlı bir mətnə. Keçən il imtahanda deməli
Soxulcan mətn düşmüşdü ki, belə bir uzunluqdaydı. Ona görə bu tipli bir mətnlər biz ümumiyyətlə müdavimlərimizə çox işlədirik. Bu gün də belə bir mətn tipi salmaq istədik. Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri Qobustan Milli Parkıdır. Bu ərazi Bakı şəhərindən təxminən 60 kilometr məsafədə Abşeron yarımadasının cənub-qərbində yerləşir. Qobustanda minlərlə qaya üzərində həkk olunmuş rəsmlər aşkar edilmişdir ki, bu da ərazinin bəşəriyyət tarixi üçün müstəsna əhəmiyyət daşıdığı göstərir. 2007-ci ildə Qobustan qaya rəsmləri mədəni landşafı UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Qaya rəsmləri arasında ovçuluq səhnələri, rəqs edən insan fiqurları, döyüş gəmiləri və müxtəlif heyvan təsvirləri xüsusi yer tutur. Alimlərin fikrincə bu rəsmlər eramızdan əvvəlki minilliklərə aiddir və qədim insanların həyat tərzi, məişəti və inancları haqqında zəngin məlumat verir. Tədqiqatçılar hesab edirlər ki, Qobustan ərazisi vaxtilə əlverişli iqlim şəraitinə malik olmuş və buna görə də insanlar tərəfindən uzun müddət məskunlaşma yeri kimi istifadə edilmişdi. Qobustanda aparılan arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərinin qalxları, daş alətlər və müxtəlif məişət əşyaları aşkar olunmuşdur. Bu tapıntılar Qobustanın təkcə qaya rəsmləri ilə deyil, həm də zəngin arxeoloji irsi ilə diqqəti cəlb etdiyini sübut edir. Ərazidə qavaldaş adlanan böyük daş da mövcuddur ki, onun musiqi aləti kimi istifadə edildiyi ehtimal olunur. Bugün Qobustan Milli Parkı həm elmi tədqiqat mərkəzi, həm də turizm obyekti kimi fəaliyyət göstərir. Hər il minlərlə yerli və xarici turist bu unikal abidəni ziyarət edir. Qobustan Azərbaycanın qədim tarixini dünyaya tanıtmaqda mühüm rol oynayır. Mətn haqqındakı fikirlərdən biri səhvdir. Cavabımız olacaq D variantı. Niyə? Qobustanda tapılan bütün qaya rəsmləri orta əsrlərə aiddir fikri bizim mətnimizdə yox idi. Qobustan Bakı şəhərinin təxminən 60 kilometr məsafədə yerləşdiyi bizə mətndə verilir. Qobustan qaya rəsmləri mədəni landşaftı 2000-ci ildən sonra UNESCO-nun siyahısına daxil edilmişdir. Doğrudur. Çünki 2007-ci ildə idi. Bu da 2000-ci ildən sonraya təsadüf edir deyə doğrudur. Qavaldaş adlanan daşın musiqi aləti kimi istifadə olunduğu güman edilir. Bəli, mətndə bu haqda məlumat var. Qobustanda aparılan qazıntılar zamanı daş alətlər aşkar olunmuşdur. Bəli, bu da mətndə var. Cavabımız olur D variantı. Keçirik digər mətnimizə. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur və 5 dövlətin sərhədində yerləşir. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Onun sahəsi təxminən 371 min kvadrat kilometrdir. Xəzər dənizi nəinki nəqliyyat, balıqçılıq və neft-qaz hasilatı baxımından, həm də özünə məxsus bioloji müxtəlifliyi ilə mühüm əhəmiyyət daşıyır. Dənizdə nərə balığı növləri, xüsusilə də Beluqa adlı qədim dövrlərdən bəri məşhurdur və Xəzəri dünyada kürü istehsalının ən əsas mərkəzlərindən birinə çevirmişdir. Bununla yanaşı, Xəzər suitisi adlanan nadir məməli də yalnız bu dənizdə yaşayır. Son illər Xəzər dənizinin səviyyəsinin tədricən aşağı düşməsi ekoloji baxımdan ciddi narahatlıq doğurur. Mütəxəssislər bu prosesin iqlim dəyişikliyi və çay axarlarının azalması ilə bağlı olduğunu bildirirlər. Səviyyənin enməsi həm sahilyanı ekosistemlərə, həm də regionun iqtisadiyyatına mənfi təsir göstərə bilər. Xəzəryanı dövlətlər dənizin ekoloji vəziyyətinin qorunması istiqamətində birgə tədbirlər görməyə çalışırlar. Bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyətə kəsb edir. İndi mətndə əsasən biz uyğunsuzluğu müəyyən etməliyik. Bu tipdə dediyim kimi həmişə şərti qoyun bir kənara, bunu heç görməyin. Doğruya doğru qoyun, yanlışa yanlış qoyun. Ən sonda baxın, uyğunluq istəyir, yoxsa uyğunsuzluq istəyir. Getdik. Deməli. Siz burada buna fikir verin. 1-ə. Doğrudur. Xəzər dənizi çevrəsindəki 5 dövlətdən 4-ünün sərhədində yerləşir. Bu yanlışdır. Çünki bizə 5, baxın burada ən başda dediyi üzrə ona diqqət eləməlisiniz. Bizə burada bildirdi ki, 5 dövlətin sərhədində yerləşir. Deməli, 4-ünün sərhədində yerləşməyi demək yanlışdır. Doğru da yanlışdır bu. Xəzər suitisi yalnız bu dənizdə yaşayır, doğrudur. Çünki mətndə bizə bunu bildirmişdi. İndi ehtimala gedirik. Dünyada yaşayan hər hansısa canlı növləri sadəcə bir ərazidə yaşama funksiyasında ola bilir. Biz bunu mətndəki bu məlumata əsasən ehtimal edə bilərik. Bizə deyir ki, Xəzər suitisi adlanan nadir məməli yalnız bu dənizdə yaşayır. Biz də buna əsasən ehtimal təxmin edə bilərik ki, dünyada yaşayan hər hansısa canlı növü hansısa sadəcə bir regionda, bir bölgədə yaşama kimi funksiyada ola bilir hansısa dünyadakı canlı. Yəni bu ola bilirsə hansısa bir canlı belə bir halda ola bilir. Biz bunu özümüz ehtimal etdik. Bu doğrudur.
Xəzər dənizinin okeanlara birbaşa çıxışı var. Yəni orada qapalı bir göl olduğu, amma böyüklüyünə görə dəniz adı verilirsə, biz bunu özümüzdən belə bir ehtimalı yarada bilmərik. Bu yanlış ehtimaldır. Ona görə yanlışdır. Xəzəryanı dövlətlər arasında əməkdaşlıq güclənərsə ekoloji problemlər azala bilər. Ən son nəticədə yekunda bunu bizə demişdi. Bu doğrudur. Nərə balığı ehtiyatları qorunmasa gələcəkdə tamamilə tükənə bilər. Belə bir tamamilə tükənmə ehtimalı bizə mətndə deyilməmişdi. Ona görə bu da yanlışdır. İndi gəlin qayıtdıq ən başdakı şərtə. Bu hissəyə baxırıq ki, bizdən uyğunsuzluğu demişdi tapın. İndi birdə yanlış var idi, uyğunsuzdur. Ehtimal edilə biləndə ehtimal edilə bilməyən var idi, bu da uyğunsuzdur. Yanlışda doğru verilmişdi. Bu doğru verilməyi uyğunsuzdur. Yanlışda yanlış, bu uyğundur. Cavab olur 1, 4, 5. C variantı bizim cavabımızdır. Tam qəbul səviyyəsində olduğuna əminlik verirəm. Yəni bu mətin çox maraqlı bir mətindir. Bax, imtahanda belə kiçik mətndə olur, ideya çıxarmaq böyük mətndə olur. Hər bir şeyə hazırlıqlamalıyıq. Bu mətndə hardasa 2022-ci il idi, səhv eləmirəmsə, barıtını quru saxla mətni var idi, ifadəsinə uyğun mətn. O tip mətnə yaxın bir mətindir, qəbul mətni səviyyəsindədir. Dama göl olar ifadəsi xalq arasında kiçik səylərin, ardıcıl təkrarlanan hərəkətlərin zamanla böyük nəticələr əldə etməyə qadir olduğunu bildirmək üçün işlədilir. Bu ifadə insanın hər hansı çətinliyi bir anda deyil, səbir, davamlılıqla aşa biləcəyini vurğulayır. Tarixdə böyük uğurların çox vaxt kiçik, ardıcıl addımların nəticəsində əldə olunduğunu göstərilir. Təcrübəli insanlar bilir ki, nəticəyə tələsmədən sistemli şəkildə çalışmaq daha etibarlı yoldur. İndi mətndə verilən ifadəyə uyğun düzgün məna nədir? Dama göl olar, yəni səbirli ol, az çalışsan, axırda uğurlu nəticə əldə edərsən. Deməli, burada cavabımız olacaq B variantı. Kiçik, davamlı səylər zamanla böyük nəticələr yarada bilər. A. Hər bir iş bir dəfəyə həll olunmalıdır. Xeyr. Yalnız güclü insanlar uğur qazana bilər. Xeyr. Səbir yalnız çətin işlərdə fayda verər. Niyə hər işdə fayda verə bilər? Təkrarlanan hərəkətlər həmişə faydasızdır. Xeyr. Cavabımız ən uyğunu B olmuş olur. Bərpa olunan enerji mənbələri son illər dünyada getdikcə daha çox diqqət mərkəzinə çevrilmişdi. Günəş, külək, su və geometral enerji bu mənbələr sahəsində ən geniş istifadə olunanlarıdır. Bu enerji növlərinin əsas üstünlüyü ondan ibarətdir ki, onlar tükənmir və ətraf mühitə minimal zərər verir. Yəni fikir verin, həm tükənməyən olasan, həm ətrafa minimal dərəcədə zərər verirsən, çox da zərər verici olmayasan. Ənənəvi enerji mənbələri olan neft, qaz və kömürdən fərqli olaraq bərpa olunan enerji istehsalı zamanı zərərli qazların atmosferə buraxılması xeyli az olur. Bununla belə, bu texnologiyaların qurulması ilkin mərhələdə yüksək investisiya tələb edir. Bir çox ölkələr enerji siyasətlərini bərpa olunan mənbələrə keçidlə formalaşdırmağa çalışır. Bu həm enerji təhlükəsizliyini artırır, həm də iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm addım sayılır. Düzgün hökmü müəyyənləşdirmək lazımdır. Cavabımız olacaq B variantı. Bərpa olunan enerji istehsalı ətraf mühitə ənənəvi mənbələrdən daha az zərər verir. Bəli, axı demişdi, minimal zərər verir. Bərpa olunan enerji mənbələri tükənə bilən mənbələrdə yanlışdır, tükənməyən olduğu deyilmişdi. Bərpa olunan enerji mənbələrinin qurulması heç bir investisiya tələb etmir, əksinə yüksək investisiya tələb etdiyi bildirilmişdi. Neft, qaz bərpa olunan enerji mənbələri sırasına daxil deyil, ənənəviyə daxil idi. Bərpa olunan enerji mənbələrinə yalnız bir ölkə istifadə edə bilər, əks halda tez tükənər. Xeyr, bizə deyilmişdi ki, elə bir çox ölkələr istifadə edir. Deməli, cavab olur B variantı. Bir bağban uzun illər boyu bağının ən gözəl meyvə ağacını yetişdirməyə çalışırdı. Qonşuları ona tez böyüyən, az qulluq tələb edən başqa növ ağaclar əkməyə məsləhət görürdülər. Bağbanı isə hər dəfə eyni cavab verirdi. Mənim istədiyim tez bitən, tez bar verən meyvə ağacı deyil, keyfiyyətli və davamlı meyvə ağacı əldə etməkdir. İllər keçdikcə bağbanın ağacı yavaş-yavaş böyüdü, lakin nəhayət bölgənin ən uzun ömürlü ağacı oldu və ən dadlı meyvələrini verməyə başladı. Qonşuların əkdiyi tez böyüyən ağaclar isə bir neçə ilin ardından solub məhsul verməz oldu. Bağban bu təcrübədən sonra kəndlilərə deyirdi, tələsik əldə edilən nəticələr çox vaxt uzun ömürlü olmur. Əsl uğur səbəbi səbir və zəhmətin bəhrəsidir. Mətnin ideyasını əks etdirən ən uyğun fikri seçməliyik. Cavabımız olur C variantı. Səbirlə və zəhmətlə əldə olunan nəticələr daha davamlı olur. Bağçılıq çətin bir sənətdir, razıyam, amma ümumi fikir bunu mu verirdi? Xeyr, ümumi C-dəki fikir verirdi. Tez böyüyən ağaclar həmişə faydalıdır? Xeyr, bunun əksi idi. Qonşuların məsləhətinə həmişə əməl etmək lazımdır, etsəydi bu nəticəni əldə etməzdi.
Meyvə ağaclarının baxım tərzi fərqli növlərdə ola bilər. Razıyam, amma bu məlumat verici bir cümlədir. İdeya əks etdirən deyil. Cavab olur C. Yuxu haqqında bir mətindir. Bu son dövrdə, yəni son imtahana sayılı günlər qalmış həm biz müəllimlərə, həm müdavimlərə ən lazımlı hissədir demək olar. Yuxu insan orqanizminin sağlam fəaliyyəti üçün ən vacib proseslərdən biridir. Kifayət qədər yuxu almaq beyin funksiyalarının, o cümlədən yaddaşın və diqqətin normal işlənməsinə kömək edir. Yuxu zamanı orqanizm gün ərzində toplanan yorğunluğu aradan qaldırır və hüceyrələr bərpa olunur. Yuxusuzluq isə əksinə, insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir, konsentrasiyasını azaldır və uzunmüddətli perspektivdə ürək-damar xəstəlikləri riskini artıra bilər. Mütəxəssislər böyüklərin gündə orta hesabla 7-8 saat yuxuya ehtiyacı olduğunu bildirirlər. Ümumiyyətlə, müntəzəm yuxu rejimi həm böyüklər üçün, həm də uşaqlar üçün vacibdir. Sağlam yuxu rejiminin qorunması üçün yataq otağında işıqlandırmanın azalması, yatmazdan əvvəl elektron cihazlardan uzaq durmaq və müntəzəm yatma vaxtı müəyyənləşdirmək tövsiyə olunur. Bu mətndə hansı məsələyə toxunulmamışdır? Gəlin baxaq. Yuxunun beyin funksiyalarına təsirinə toxunulub, yuxusuzluğun sağlamlığa mənfi təsirinə toxunulub, böyüklər üçün tövsiyə olunan yuxu müddətinə toxunulub, sağlam yuxu rejimi tövsiyələrinə toxunulub. Amma uşaqlara da ehtiyac olduğu deyilib, amma məhz pozğunluğunun müalicə üsullarına, uşaqlarda yuxu pozğunluğunun müalicə üsullarına toxunulmayıb hansı yollar olduğuna. Ona görə cavabımız Y variantı olmuş olur. Və sizə də tövsiyə edirəm ki, elə bu son izahlara da baxandan sonra daha yuxunuza diqqət eləyin və son günlərdə, son gün deyim hətta bir neçə gün qalıb artıq. Mütləq şəkildə yuxuya diqqət eləyin, istirahətə, dincəlməyə diqqət eləyin, daha az oxuyun, az izaha baxın. Yəni bu günə qədər il ərzində nə etmisiniz o kifayətdir. Son günlər ancaq sizi yormağa xidmət edə bilər. Bir dülgər illər boyu ustalıqla mebel hazırlayırdı. Onun sifarişləri get-gedə artırdı. Çünki hazırladığı hər əşya uzun illər xidmət edirdi. Yəni təsəvvür et, biri var ucuz alırsan, amma bir neçə vaxtda xarab olur qısa müddətdə. Bir də var ki, bir əşya alırsan və sən onu illərlə istifadə edirsən. Təbii ki, baha almaq daha irəli düşmək deməkdir. Gənc bir şagird ondan soruşdu. Ustad, niyə bu qədər yavaş işləyirsiniz? Tez hazırlasanız daha çox sifariş yerinə yetirə bilərsiniz və qısa zamanda daha çox pul qazanmaq şansınız olar. Dülgər cavab verdi. Tələsik hazırlanan əşya tez sınar. Mən isə keyfiyyətə görə tanınmaq istəyirəm. Sürətə görə yox. İllər sonra o şagird özü də usta olduqda müəlliminin sözlərinin nə qədər doğru olduğunu anladı. Mətni məzmununa uyğun gələn hikmətli ifadəni müəyyənləşdirmək lazımdır. Cavab olur A variantı. Yavaş getsən, daha uzağa gedərsən. Yəni yavaş-yavaş işini etsən, daha uzun müddətli bir şey əldə edərsən. Göz görməyəni könül sevməz uyğun deyil. Dostunu göstər deyim sən kimsən uyğun deyil. Qonşu qonşuya baxar irtikar uyğun deyil. Ot kök üstə bitər uyğun deyil. Cavab olur A variantı. Və gəldik sonuncu mətnimizə. Baxaq. Kitab-ı Dədə Qorqud və Koroğlu dastanları Azərbaycan şifahi xalq ədəbiyyatının ən dəyərli nümunələrindən hesab olunur. Dədə Qorqud Oğuz türklərinin qədim həyat tərzini, adət-ənənələrini və qəhrəmanlıq ideallarını əks etdirir. Koroğlu dastanı isə daha gec dövrdə formalaşmış və xalqın ədalətsizliyə qarşı mübarizəsini, azadlıq uğrunda mübarizəsini tərənnüm edir. Hər iki dastanda qəhrəmanlıq, mərdlik və vətənpərvərlik əsas mövzular kimi çıxış edir. Bununla belə, Dədə Qorqud daha çox əfsanəvi və mifoloji xüsusiyyətlər daşıyırsa, Koroğlu real tarix hadisələrlə sıx bağlıdır. Mətnə əsasən cədvəldəki sistemi tamamlayan sual işarəsinin yerində verilə bilməz. Kitab-ı Dədə Qorqud Oğuz türklərinin qədim həyatını əks etdirir, bəli. Koroğlu xalqın ədalətsizliyinə qarşı mübarizəsini tərənnüm etdirir, bəli. Daha qədim dövrə aiddir, daha gec formalaşıb. Əfsanəvi mifoloji xüsusiyyətlər üstünlük təşkil edir, real tarixi hadisələrlə bağlıdır. Oğuz cəmiyyətinin adət-ənənələrini əks etdirir, azadlıq qəhrəman ideyalarını təbliğ edir. Deməli, hər şey doğru gedir. İndi mən ortaq fikir tapmalıyam və sonra şərtə baxmalıyam. Bu sistemi tamamlayan sual işarəsinin yerində verilə bilməz. Yəni ki, ortaq fikir olaraq verilə bilməz. Hər iki dastan Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli nümunəsidir, bəli. Ortaq olaraq verilə bilər. Hər iki əsərdə qəhrəmanlıq və mərdlik əsas mövzular kimi çıxış edir, bəli, ortaq verilə bilər. Koroğlu dastanı Dədə Qorqud dastanından daha qədim dövrə aiddir, xeyr, daha qədim olan Dədə Qorqud idi. Hər iki dastan xalqın mənəvi dəyərlərini əks etdirir, hər iki əsər nəsildən nəslə şifahi ötürülmüşdür. Hər biri doğrudur, amma C variantı ortada verilə bilməz.
Belə əziz müdavimlərimiz, ümid edirəm həm müdavimlərə, həm də ödənişsiz şəkildə izləyən hər kəsə faydalı olmuşdur. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın, istirahət edin və imtahanda tam hazır gedin.